Versiyalardan biri də bu idi. Şəhərdə əhvalat dolaşırdı ki, Xədicə xanımı Bağırov şəxsən özü güllələmişdi. Sonra da bağıraraq ağlamışdı. Dövlət sənədlərində təbii ki, bu haqda heç nə yazıla bilməzdi. Xədicə Qayıbova 24 may 1893-cü ildə Tiflisdə ruhani Osman bəy Müftizadənin ailəsində doğulmuşdu. Anası Züleyxa xanım məşhur Tatar əsilli zadəgan Triqulovlar nəslindəndir. 12 yaşında Nina Qızlar Məktəbinə 200 nəfər arasından seçilərək daxil olmuş və burada fortepiano ilə ömürlük bağ qurmuşdu. Sonralar Xalq Komissarlığının Şərq musiqisi bölməsinə rəhbərlik eləmiş, Dövlət Konservatoriyasının yaradılmasında əvəzsiz xidmətlər göstərmişdi. Fransız dilini mükəmməl bilirdi. 1911-ci ildə Nadir bəy Qayıbovla ailə həyatı qurmuşdu. 1933-cü ildə ilk dəfə olaraq saxta ittihamlarla həbs olunmuşdu. Həbs olunana qədər Azərbaycanda böyük nüfuz qazanmış və özünü tamamilə musiqiyə həsr eləmişdi. Dəlil tapılmadığına görə azad edilsə də, bu hələ son deyildi. Konsertə Hacı Zeynalabdin bəy də gəlmişdi. Dediyinə görə çıxışımı çox bəyənib. Bu üzüyü də mənə o hədiyyə eləyib. Bir görsən məni necə alqışlayırdılar. Çox mötəbər insanlar. Özü də ayaq üstündə. Təbrik edirəm Xədicə xanım. Zəhmətin bəhrəsidir də. Nadir, qısqanma da əzizim. Yaxşısı budur, hazırlaşaq. Axşam qonaqlarımız olacaq. Qonaqlar arasında Üzeyir bəy, Hacı Zeynalabdin, Sarabski də olacaq. Bir də diplomatik korpusdan əcnəbi qonaqlar. Bir də çalğıçılar olacaq. Və mən fortepianoda ifa eləyəcəm. Xədicə xanımın evi heç vaxt qonaqsız olmazdı. Şah küçəsi 18 ünvanda keçirilən musiqili ziyafətlərə tanınmış musiqiçilər, milyonçular, əcnəbi əyyanlar və bəzən də Komünist Partiyasının nüfuzlu simaları qoşulardı. Əl-Heydər Qarayev, Həmid Sultanov kimi şəxslər. 1931-ci il 31 dekabrda bayram günündə təşkil olunmuş ziyafət digərlərindən fərqli idi. Həmin gün bir qonaq qapıdan geri qaytarılmışdı və bu geri qayıdış orada iştirak edənlərə baha başa gələcəkdi. Kapıya bak sen de olmasa. Xədicəni çağır. Xədicə! Axşamınız xeyir. Xədicə xanım. Xoş gəlmişsiniz Mircəfər bəy. Elə yol üstü gəldim. Dedim, gəlmişsən bayramınızı təbrik edeyim.
bu bayram axşamında məndən nə istəyirsiniz? Ürəyiniz nə istəyir? Alım sizin üçün. Çox sağ olun. Mənim hər şeyim var. Yaxşı, onda yəqin ki, bu gülləri məndən qəbul edərsiniz. Ne deyirəm? Xudahafiz. Geç Cəfər. Mircəfər Bağırovun Xədicə Qayıbovaya xüsusi marağı vardı. Bu sevgi insani değildi, iblisane idi. Xədicə xanım ona qarşılıq vermirdi, amma açıq da rədd eləyə bilmirdi. Çünki ətrafdakıları təhlükə altına ata bilərdi. Mircəfər onsuz da Xədicə xanımın ətrafında heç kəsi görmək istəmirdi. Buna dözə bilmirdi. Bu xəstə sevgi Qayıbovlar ailəsini o qədər sıxışdırdı ki, onlar çıxış yolunu ayrılmaqda gördülər. Nə olub, nəsə olub sənə? Heç nə. Heç nə olmayıb. Rəqs eləyək. Eləyək. Gəl. Nadir, bilirsən də mən səni necə sevirəm. Amma bəzən insan sevdiyindən keçməyə məcbur olur. Bilirəm. Bağışla məni. Cəfər. Ax səni Cəfər. 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 Bu da belə. Xədicə xanım öz əlaqələri ilə ziyalılar arasında bir körpü rolunu oynayırdı. Bağırov arabir onu ziyarət eləyir, onun özünə və qızı Alanquya hədiyyələr gətirirdi. Xədicə təqiblərin səngidiyini zənn eləyir və ümidlə ikinci baharı gözləyirdi. Bu düşüncə ilə o öz qohumu, cəmiyyət arasında nüfuzu olan Rəşid bəy Qayıbovla evlənir. Amma bu evlilik iblisanə aşıqı bərk hiddətləndirir. Rəşiddən sonra 1937-ci il 5 dekabrda onun da həbs edilməsinə göstəriş verir. Amma Xədicə xanım hələ də azad olunacağına inanırdı.
Möhtəşəm çıxışı idi. Möhtəşəm. Sözdən ifadə eləmək mümkün deyil. Təbrik edirəm. Amma çox doğru addım attın, ayrıldın. O adam sənin tayin deyildi. İndi bundan sonra mən sənin yox deməyinə heç bir əsas görmürəm. Bilseydin necə gözəl görünürsə. Ayrılmağımın səndən bir əlaqəsi yoxdur. Sənin zalda olduğunu belə bilmirdim. Mən hər yerdə varam. Hər yerdə. Gözlərim yalnız səni axtarır. Sən neynəsən də bu iş baş tutmayacaq. Bizə şans. Deyib bir şans ver mənə. Səni dünyanın ən xoşbəxt qadını eləyəcəm. Sən hamının həsəd aparacağı bir xanım olacaqsan. Bu onsuz da belədir. Yaxşı. Cinayət işi hazırlanmış, order hazır idi. Amma Mircəfər Bağırov Xədicənin hələ də təslim olmağına ümid eləyirdi. Bu ümidlər boşa çıxanda 1938-ci il 16 mart tarixində Dövlət Təhlükəsizlik İdarəsinə sifarişlə arayış təqdim olundu. Şöbə rəisinin müavini, Leytenant Tevasyan tərəfindən tərtib olunan bu arayışda onun cəsus və əksinqlabi millətçi olduğu iddia olunurdu. Xədicə xanım, heç təəccüblənmədin. Görsən yolunu gözləyirdin, hə? Görünən kəndə bələdçi lazım deyil. Hey! Qalxın yuxarı. Dəlil sübut təşkil edən hər bir şeyi özünüzlə götürün. Dəlil, sübut, yoxsa sifariş? Sən casusluqda, əksinqlabçılıqda, milliyyətçilikdə ittiham olursan. Mən bilirəm səni bura kim göndərib. Yoldaş Bağırov. Ağıllı qadınsan. Xədicə güllənəcəyini düşünmür, ən pis halda sürgün ediləcəyinə inanırdı. Hücrəsində oxuyur, rəqs eləyir, nikbinliyini qorumağa çalışırdı. Bu rejim qadını güllələməz deyirdi. Amma hər şey fərqli oldu.
balıqlığı başıma yığ. Hey. Mənə tapşırıblar ki, səni çox incitməyim. Amma azad da buraxa bilmirəm axı, hə? Sən cəsus və əks inqilabçısan. Özünü müqəssir bilirsənmi? Mən əks inqilabi fəaliyyətinə məşğul olmamışam. Özümü də təqsirli bilmirəm. Bakıda olan türk və ingilis qoşunlarının zabitlərindən kimi tanıyırdın? Türk qoşunlarının rəhbərlərindən biri Xəlil Paşa mənə tanış idi. Onun adyutantı Cavad bəyi də tanıyırdım. Həmçinin təyyarəçi zabit Əşrəf Timuçini də tanıyırdım. Amma ingilislər arasında tanışlarım yox idi. Müsavat ordusunun zabitlərindən kimi tanıyırdın? General Aliyağı Şıxlinski, General Usubov ərimin qohumlarıdır. Zabit Sultan Hüseynzadə bir vaxtlar mənə aşiq olmuşdu, məni tez-tez teatra dəvət eləyirdi. Amma başqa heç bir tanışım yoxdur. Sovetləşmədən sonra sənin evində əks inqilabçılardan kim gizlənmişdi? Yaşadığım evdə 10-15 gün ərzində Musavat hökumətinin liderlərindən biri Mustafa Vəkilov gizlənirdi. Amma bunda mənim heç bir məqsədim olmayıb. Sən doğru danışmırsan. İstintaq müəyyən eləyib ki, Türkiyə kəşfiyyatının agentlərindən biri olan Dadaş Bünyadzadə cəsusluq məqsədi ilə sənə müəyyən tapşırıqlar verib. Şəxsən sənin vasitəçiliyin ilə Türkiyə kəşfiyyatı ilə əlaqə saxlayıb. Mən təsdiq eləyirəm ki, Dadaş Bünyadzadə mənim vasitəçiliyimlə Türkiyə kəşfiyyatı ilə heç bir əlaqədə olmayıb və mənə heç bir tapşırıq verməyib. Ağıllanmadın da sən. Ağıllanmadın Xədicə. Özün bilərsən. Xədicə xanım istintaq zamanı heç kəsin əleyhinə ifadə vermədi. Necə ki, onun əleyhinə heç kəs ifadə verməmişdi. Dindirmələrdə güllələnməyə əsas verən heç bir ifadə yox idi. Lakin 8 may tarixində Müstəntiq Tevasyan 23-311 nömrəli iş üzrə ittihamnamə tərtib elədi. Xədicə Qayıbova Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsinə görə günahlandırılır. 6 ay sonra hökm oxunur. Xədicə xanım Qayıbova Osman qızı cəsusluq fəaliyyətinə görə güllələnsin. Şəxsi əmlakı müsadirə olunsun.
Səni buradan nə xilas eləyə bilər? Özün çox yaxşı bilirsən. Bir cümlə. Lap kısa bir cümlə. Sen bana üzükten danış. Üzükten. O üzük ki 100 binlerden kıymeti var. Ayda 400 manata işleyen bir müellime o boyda kıymeti olan üzüğü nece, hardan, ne cür, ne təhər əldə edib? Hacı Zeynalabdin bağışlamışdı. Yaxşı. Bəs Sabit Sultan Hüseyinzadə ilə nə əlaqələrin olub? Sən hökmə görə qəti narahat olma. Kağızdır. Yazılıb dəyişdirilə bilər. Sən mənə çox lazımsan. Çox. Başa düşürsən? Anlayırsan? Xəstə sevgi, iblis məhəbbəti bir zəriflik abidəsini, marifpərvər, ziyalı bir qadını məhv elədi. Xədicə Qayıbova həmişə Azərbaycan qadının gücünə inanır, onları dəstəkləyirdi. Qadın istəsə bacarar, nail olar. Lazım olan yalnız savad və marifdir. Mən vətənimin qızlarına sonsuz etimad eləyirəm, deyirdi. 1938-ci il 19 oktyabrda onu qətlə yetirdilər. Bu həqiqəti qızı Alanqu xanım yalnız 16 il sonra öyrəndi.